Hansı dövlət yaranmışdır? Hüvakilər dövləti. Və ikinci Akistan da bu yaranmış hüvakilər dövlətindən asılılığı qəbul edir. Bax, indi burada bir dənə mübahisəni aparım, sonra ikisi burada haqqında danışacaq. Deməli, həm Güştaz, həm 3-cü Fəribüs, həm də 2-ci Akistan ortaq cəhəti, yəni buradan danışan hələ, başqa görüşmələr lazım deyil bizə. Hər üçün ortaq cəhəti, hər üçün Monqol yürüşlərinə məruz qalıbdır. Güştaz, 1-ci Monqol yürüşü, Fəribüs, 2-ci Monqol yürüşü, 2-ci Akistan isə 3-cü Monqol yürüşünə məruz qalıbdır. Başqa hökmlərdə müqayisə etsə, məsələn, Azərbaycan tarixinin özbəyində ortaq cəhəti budur, yəni Monqol yürüşlərinə məruz qalması. Akistan Hülakilərlə asılılığı qəbul edir və Hülaki dövlətinin tənəzzülü başlayana qədər, yəni 1335-ci ilə qədər onların asılılığına qalmışdılar. Belə deyək də, təmtəraqlı tacqoy mərasimi keçirirdilər. Hər dəfə xan seçiləndə qiymətli hədiyyələrlə onların yanına getməlidirlər. Sonra 9-cu şəxsə gedək. 9-cu şəxs Kavus İbn Keykubat 1345-1372-ci illərdə hakimiyyətdə olub. Hülakilər tənzül edəndə hakimiyyətə gələnlərdən biri buydu. Adam haqqında danışmayaq, burada bir pauza verir kəsranilərə. Keçirik, sizə keçən dəfə verdiyim dərs ki var, günlər, soruşmadan dərslər, onlar haqqında mən məlumat verməyəm. Şimdi siz də mənə hökm edəməlisiniz. Kabusu saxlamışıq. İndi danışacağımız məsələlərin heç birinin birbaşa Şirvanşahlar dövlətinə aidiyyəti yoxdur. Sonra dolayısıyla o olur. Cəlalilər dövləti. Nə vaxt yaranmışdır? 1340-cı ildə. Bəli. 1340. Nə vaxt ilə mövcud olub? 1410-a qədər. Sən Şeyh Həsən hakimiyyətini deyirsən. 1410-a qədər. Harada yaranmışdı? Bağdatda. İraqda, bəli. Bax, niyə bunu yazıram bura? Sual düşəndə ki, Azərbaycanda yaranmış dövlətlərdən biri deyil, Cəlalilər deyil. Yadda saxlayın, İraqda yaranmış. Mənşələri, türk mənşəli suallərdən biri deyil, Cəlalilər deyil. Bunlar Monqol mənşəlidirlər. Gülər bir tərəf. İlk hökümdarı da bunların olub, Şeyh Həsən. Böyük Həsən. Böyük Həsən. 1354-də hakimiyyətdə olub. Buna aiddir bir dövlətin əsasını qoyub. Bir də Hülakilər dərsində yadınızda qalıbsa, 1335-ci ildə Əbu Səid öləndən sonra Hülaki səltənətinin mühafizəsi adı altında Şirvanşahlar, Cəlalilər və Çobanlar mübarizə apardı. Bax, mübarizə aparan biri bax buyur. Şeyh Həsən. Orada bir Kiçik Həsən var idi, Çoban, Kiçik Həsən. Bir də bu. İkinci şəxs Şeyh Üveys. Hakimiyyəti 1374. Evet. Ondan sonra dersi verilmişsə, sonra bir dəfə oxuyasınız evdə, sonra başlayıb izah edəmə. Əməl baş tamam kimi edir. Şeyh Üveysə aiddir. 1359-da Azərbaycana yürüyüş edir. Cənubi Azərbaycanı tutur, düzdür mü? Və paytaxtı da Paytaxtı Təbrizə köçür, bəli. Burada deyəsən bilmədir, paytaxt Bağdad edir, amma siz dedinizdir. Paytaxtı Təbrizə köçür, əla. İndi burada deyəcək bir məsələ, kabusa aiddir. Kabus, bunu da belə bir qrafiyə salaq. Həmin bu kabus, kabus çarpmır. Kabus 1364-də Təbrizə yürüş edir. Bu zaman Şeyh Üveys Bağdatdaydı. Şeyh Üveys Bağdatdadır, kabus yürüş edir Təbrizə. Təbrizdə 59-cu ildə kimi paytaxtı, Cəlalirlərin paytaxtıdır. Bu söhbəti eşidən Şeyh Üveys qayıdır ölkəyə və
1367-ci ildə Şirvana yürüyüş edir Şirvan. və asını vəziyyətə salır.